Qarşıda sağda tətbiq olunmuş nişanlara bax. Yuxarıda stop nişan tətbiq olunur. Stop nişanı 2.5 nömrəli nişandır. Tələbi isə tam şəkildə dayanmaqdır. Yəni dayanmadan keçmək qadağandır. Demək ki, biz ilk növbədə stop nişanının tələbini yerinə yetirərək tam şəkildə dayanmalı, sonra hərəkətimiz davam etdirməliyik. Amma harda? Yerdə stop xətti varsa stop xəttində dayanırıq, yoxdursa kəsişmə nöqtəsində dayanırıq. O stop nişanının altındakı qara qalın xətt isə baş yolun istiqamətini göstərir, yəni o xətt üzrə hərəkət edən nəqliyyat vasitələri baş yoldadır. Altındakı isə istiqamət göstərir. Aydındır? Biz əslində burada bir qədər qarşıya get, burada tam şəkildə dayanmalıyıq. Soldan gələn nəqliyyat vasitələrinə yol verərək ilk kəsişməni keçməliyik. Daha sonra sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməliyik qanunla. Daha sonra keçməliyik. Ancaq gördünmü? Dayandılar. Bəli. Və orada da DP əməkdaşı dayanıb xidmət aparırdı. O sağdan gələn nəqliyyat vasitələri bilsəm niyə dayanır? Çünki onlar üçün də baş yolun istiqaməti ilə bərabər yol ver nişanı quraşdırılıb. Onlar da baş yolun istiqaməti ilə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Lakin onlar yol ver nişanını görür, elə düşünürlər ki, hər kəsə yol verməlidirlər. Sola dönmə siqnalımızı yandıraq, keçid edirik sol solağa. Yəni burada yanlış vərdişlər formalaşıb. Aydındır? Qanunla bizimlə sağdan gələn nəqliyyat vasitələrinin kəsişmə nöqtəsi eyni əhəmiyyətli yolların kəsişməsidir. Çünki biz də ikinci dərəcəli yoldan əsas yola daxil oluruq, onlar da. Belə olan halda onlar bizim sağımıza düşdüyü üçün biz onlara yol verməliydik, bəli. Ancaq dediyim kimi orada yanlış vərdişlər formalaşıb, hər kəs orada dayanır, yol verir. Və məsələ də orasındadır ki, dayanmayanlar da orada dayanan DP əməkdaşları saxlayıb cərimə tətbiq edirlər. Çünki əksər sürücülər öz hüquqlarını, yol hərəkət qaydalarını bilmirlər. Bax, bu acınacaqlı durumdur.